Bilirsiniz ki, bugün, yəni noyabrın 24-ü səhər saatlarında, təxminən 9 radələrində Afiyan Plazada deməli, partlayış hadisəsi qeydə alındı və təbii ki, bütün dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq təbii ki, hadisə yerində istintaqa başladı. Azərqaz İstehsalat Birliyi olaraq biz də, bizim əməkdaşlarımız da, birliyin əməkdaşları hadisə yerindədirlər və onlar Azərqaz İstehsalat Birliyinə aid olan boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb, amma ətrafdan gedən boru xətlərində hansısa bir nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi halların, bu kimi ittihamların, iddiaların səsləndirilməsi hələ ki tezdir. Dediyimiz kimi, deməli, güc strukturları, hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanan məlumat olacaq. Bu baxımdan hansı iddiaların səsləndirilməsi istintaqın gedişinə bir maneə kimi qiymətləndirilə bilər.